sertifikat artırma pensiyanın 2 dəfə Artırılması. yəni 2-yə vurularaq artırılması anlamına gəlir. Söhbət bəzi vətəndaşlarımızın pensiyasının yenidən artırılmasından gedir. Yəni bu təbii ki 2 qat artırma deyil. Ona görə də belə şey. amma hansı vətəndaşlarımız pensiyaları 2 dəfə artırılacaq və nəzərə alsaq ki, yəni 2 qat artırma yenilir. 2-yə vurularaq 2 dəfə artırmadır və 2 qat artırma bu istiqamətdə təbii ki bu mövzuya uyğun başlıq deyil təbii ki, amma reallıq nədir vardır? Reallıq ona ibarətdir ki, bütövlükdə əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğləri 2026-cı ilin yanvarın 1-dən etibarən 9.13% artırıldı. 9.13% rəqəmi 2025-ci ildə orta aylıq əməkdəki nominal artımdır. Və əmək pensiyaları haqqında qanuna əsasən hər il bütün növ əmək pensiyaları, yəni yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri əvvəlki ildə orta aylıq əməkdəki artım faizinin indeksləşdirilərək artırılır. Və bu rəqəm əgər 2025-ci ildə 8.1% isə 2026-cı ildə 9.13% oldu. Və bu sizin də qeyd etdiyiniz kimi 1.100.000 vətəndaşımıza əhatə etdi. Yəni bu o demək ki, bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində artıq artımlar oldu. Amma 193.000 pensiyaçı var ki, onların pensiya yaşı tamam olmasına baxmayaraq işləməkdə davam edirlər. Və 2026-cı ildə bəzi işləməkdə davam edən pensiyaçılarımızın artıq 2026-cı ildə işə başlamasının 6 ili tamam olacaq. Yəni həmin vətəndaşlarımız 2020-ci ildə pensiya çıxıblar və 2020-ci ildə pensiya çıxmalarına baxmayaraq öz əmək fəaliyyətlərinə davam ediblər, yəni işləməkdə davam ediblər və əmək fəaliyyətlərinə davam etdikləri üçün onların pensiya kapitalı yığılıb. Yəni onlar pensiya, həmin vətəndaşlarımız yaşa görə ümumi əsaslarla pensiya alırlar, amma işləməyə davam edirlər və işləməyə davam etdikləri üçün onların təbii ki, əmək haqlarından pensiya fonduna ödəniş olur. Və müəyyən bir pensiya kapitalı 6 il ərzində yığılır. Məsələn, əgər vətəndaşımız 2020-ci ildə, məsələn, may ayının 7-sində pensiya çıxıbsa və may ayının 7-sindən sonra o əmək fəaliyyətinə davam 2020-ci ilin may ayının 7-sindən etibarən əmək fəaliyyətinə davam etdiyinə görə həm pensiya alır, həm də əmək haqqı alır. Pensiyanı yaşa görə alır və onun yaşa görə pensiyası hər il indeksləşdirilir. Və 2026-cı ilin əvvəlində də onun pensiyası, həm vətəndaşının pensiyası 9.13% artırıldı. Və güman edək ki, həmin vətəndaşımız 6 il ərzində 25.200 manat pensiya kapitalına malik olur. 90% nəzərə alınmaz. Çünki yığılan pensiya kapitalının 90% nəzərə alınır. Həmin rəqəm 72-yə bölünür və alınan məbləğ pensiya məbləğinə əlavə edilir. Bu halda 2025-ci ilin sonunda güman edək ki, həmin vətəndaşımızın pensiya məbləği 800 manat olur. Həmin 800 manat 2026-cı ilin əvvəlində 9.13% indeksləşdirilir və həmin indeksləşdirilmiş məbləğin üzərinə isə artıq may ayının 7-sində 350 manat əlavə olunur. Nəsədə nə baş verir? 800 manat pensiya alan və son 6 ildə əmək fəaliyyətini davam etdirən vətəndaşımızın pensiya məbləğinə 74,4 manat, yəni 74 manat 40 qəpik indeksləşdirmə əlavə olunur. Daha sonra onun 6 il ərzində topladığı pensiya kapitalı 72-yə bölünür, 90% nəzərə alınmaqla. 350 manat yerindən pensiya kapitalına əlavə olur və nəticədə 800 manat pensiya alan və son 6 ildə əmək fəaliyyətini davam etdirən vətəndaşımızın pensiya kapitalı 800 manatdan 1224 manat 40 qəpiyə qədər yüksəlir. Təbii ki, bu rəqəm fərqli ola bilər. Məsələn, 600 manatda alan da fərqli bir rəqəm olacaq və ya 1000 manatda alan fərqli rəqəm olacaq. Amma burada ümumiyyətlə yanaşma və qanunverici tələb ondan ibarətdir ki, pensiya yaşı tamam olan son 6 ildə əmək fəaliyyətini davam etdirən vətəndaşlarımızın 2026-cı ildə pensiyaları ikinci dəfə yenidən artırılır və həmin pensiya məbləğlərinə əlavələr olunur. O əlavələr pensiya kapitalının yığdığı 6 il ərzində yığdığı pensiya kapitalının 90%-nin 72-yə bölünərək alınan rəqəmin pensiya məbləğinə əlavə edilməklə nail olunur və nəticədə
işləyən vətəndaşlarımızla, 2026-cı ildə əmək fəaliyyətinin başladığının 6 ili tamam olubsa, təbii ki, həmin vətəndaşlarımızın pensiya məbləğlərində ikinci dəfə artım bu il ərzində qeydə alınacaq. Aydındır. Yəni, bəzi xəbər saytları bunu 2 qat artım kimi təqdim edir. Sözü bir də oxucular arasında, insanlar arasında narazılıq gəlir, amma əslində bu çalışan təqaüdçülərə. Təbii çalışan təqaüd, yəni pensiyaya çıxan, amma çalışmaqda davam edən, əmək fəaliyyətində davam edən vətəndaşlarımıza şamil olunur. Aydındır.